Salam əziz izləyicilər. İdmanın pərdə arxasının növbəti podkastında sizi xoş gördük. Bugünkü qonağımız təkcə döyüşçü yox, həm də işinin ustası. İdmanın həm fiziki, həm taktiki, həm psixoloji, həm elmi tərəfini bilən və öyrətməyə çalışan Azərbaycan İdman Akademiyasının baş müəllimi, Azərbaycan Əməkdar İdman İşçisi, beynəlxalq dərəcəli hakim, Sambo Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi, tərəqqi medalının mükafatçısı, sahibi olan Yaqub Abdullayevdir. Yaqub müəllim, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Çox məmnunam ki, mən bu dəvət etmişsiniz bu verilişə. Mən də çalışacağam ki, öz biliyimi, bacarımı geniş auditoriyaya təqdim edim. Mən sizdən bizim Sambo barədə belə deyək, izləyicilərimizə məlumat verməyinizi xahiş etməkəm. Çünki Sambonun adətən belə iki dənə fikir var da. Özünün fəlsəfəsi olub-olmaması barədə fikirlər var və qarışıq idman növlərindən belə deyək, birləşib yaranmış bir idman kimi tanınır. Yəni bu məlumatların ən dolğun cavabı sizdədir. Sambo idman növü keçmiş Sovet İttifaqında 20-ci əsrin 20-ci illərin əvvəllərində yaranmağa başlamışdır. İdmanda çəkdiyiniz o əziyyətlər, həyatınızı mən deyərdim idmana sərf eləmisiniz və onun da qarşı olaraq Cənab Prezident tərəfindən tərəqqi medalı ilə tərtib olunmusunuz. Belə deyək, bizim valideynlərin, bəzən idmana təzə gələn tələbələrin görmədiyi, məhz elə bizim verilişin adı kimi pərdə arxası məqamlara toxundunuz. Cavab sizin. Məşqlərdə sərt rejim yoxsa müasir humanist yanaşma? Tamam. İkinci sualım Sambo ilə bağlı. Sambomuzun dünəni yoxsa bugünü? Yaqub müəllim, sizin təcrübənizin, yəni mən əvvəldə də vurğuladım, çox dəyərli olduğunu bilirəm. Çünki qısa zamanda sizi tanımağıma baxmayaraq sizin savadınıza və işinizin peşəkarlığına mən artıq bələdəm. Ona görə də bugünkü verilişin, podkastımızın idman camiəmiz üçün, həm məşqçilər üçün, həm idmançılar üçün, həm idmana yeni başlamaq istəyənlər üçün faydalı olacağına əminəm. Ona görə də bir daha sizi burada görməyimə şadam və təşəkkür edirəm ki, siz mənim təklifimi qəbul elədiniz. Bugün buradasınız. Bizim əslində verilişimiz daha əvvəl, bir-iki həftə bundan əvvəl olmalıydı. Amma sizin Avropa çempionatında, Gürcüstanda bildiyimiz kimi Sambo üzrə həm böyüklərin, həm yeniyetmələrin Avropa çempionatı idi. Və o barədə siz zəhmət olmasa giriş olaraq bizə məlumat verəsiniz. Demək, qeyd etmək istərdim ki, may ayının 15-18 tarixlərində böyüklərdən ibarət komandamız Avropa çempionatında iştirakla bağlı Gürcüstanın Tbilisi şəhərinə yollandı. Baş məşqçi, milli komandanın baş məşqçisi Vahid Tarverdiyev, mən və 7 idmançıyla təmsil olunduq. 30-dan yuxarı ölkənin təmsil etdiyi bir yarışda bizim idmançılarımız da çox uğurlu iştirak etdilər, nəticələr qazandılar və 2 bürünc, 1 gümüş medal qazanmaqla 7 idmançıdan 3 medalla vətənə qayıtdıq. Şübhəsiz ki, hər bir yarışda təhlil olur, nəticələrin müqayisəli təhlil olur və biz də yarışdan gəldikdən sonra artıq hər çəki dərəcəsində güləşən idmançılarımızın hər birinin video zapisləri bizdə olurdu. Həm də indi bir dəqiqə informasiya texnologiyaları dövrüdür. İdmançılarımızın hər tərəfli hazırlığını təhlil edirik. Yığma komandalarımızın korpus məşqçiləri birlikdə, eyni zamanda şəxsi məşqçilər dəvət olunur orada. Çalışacaq ki, dünya çempionatında uğurlarımız daha çox olsun, daha üstün olsun. Və ondan da əvvəl biz elə bil ki, aprel ayının 19-u 22-si tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmələrin, gənclərin Avropa çempionatında iştirak etmişdik birinciliyində. Burada da bizim idmançılarımız qızıl, gümüş, bürünc medal qazandılar. Hər iki yarışda keçirilən uğurlar bizim üçün qənaətbəxş idi. Şübhəsiz ki, hər bir yarışın yəni üstünlükləri idmançılarımız baxımından yəni ki, məğlubiyyətin səbəbləri və ya da qalib gəldiyimiz zaman həmin dəyərli yarışların təhlili ən vacib məsələlərdən biridir. Və biz növbəti yarışlara çalışırıq. Məsələn, həmin bu bizim çatışmamazlıqlarımızı və ya üstünlüklərimizi hər tərəfli təhlil edərək, yəni dünya birinciliyi və ya çempionatı yarışlarında daha ölkəmizi uğurla təmsil edək. Təbrik edirəm bir daha. Həm yeniyetmələrin Avropa birinciliyi, həm böyüklərin Avropa çempionatında göstərilən yüksək nəticələrin münasibəti ilə və elə birinci sualımıza keçmək istəyirəm. Buyurun.
Elə sizin elə idman növü sambodur və sambonun bir zamanlar deyəndə Azərbaycanda bizim ağlımıza ilk növbədə 7 qat dünya çempionu Ceyhun Məmmədov gəlirdi, hal-hazırda federasiya prezidentidir. Yəni dünya sambosunun əfsanələrindən, canlı əfsanələrindəndir. Necə ki bizdə karatədə Rafael Ağayevlə qürur duyuruq, fəxr edirik. O qaydada sambo həm Sovet dövründə o seçimlərdən keçmək, bildiyimiz ki 15 müttəfiq ölkənin içində seçilmək, dünya çempionu olmaq bu çox çətin idi. Mən sizdən bizim sambo barədə belə deyək, izləyicilərimizə məlumat verməyinizi xahiş etmək istəyirəm. Çünki sambonu adətən belə iki dənə fikir var da. Özünün fəlsəfəsi olub-olmaması barədə fikirlər var və qarışıq idman növlərindən belə deyək, birləşib yaranmış bir idman kimi tanınır. Yəni bu məlumatların ən dolğun cavabı sizdədir. Ona görə məlumat verməyinizi istəyirəm. Çox gözəl vurğuldunuz. Hər bir idman növü yarananda bir idman növü digər idman növündən nəyəsə götürür, şamilliyi olunur. İstər məsəl üçün ki, judo, karatədən başlamış ta digər idman növlərinə kimi və biz gedərək sambo idman növü keçmiş Sovet İttifaqında 20-ci əsrin 20-ci illərin əvvəllərində yaranmağa başlamışdır. 1938-ci ildə o vaxtın SSR Dövlət Komitəsi tərəfindən 38-ci ildə bir idman növü kimi tanınmışdır. Fövqəladə əhəmiyyətli, çox obrazlı, çox şaxəli, texniki bolluğu olan əhəmiyyətli bir idman növü olaraq. Və qeyd etmək, sambo idman növünü bir çox dünya xalqlarının milli güləş növlərinin özünü müdafiə və əlbəyaxa döyüş sistemlərinin ən effektiv fəndlərinin birləşməsindən əmələ gəlmişdir. Və sambonun da biz belə götürəndə iki yerə ayrılır. İdman sambosu, döyüş sambosu. İdman sambosunda yarış qaydaları əsasında həm ayaq üstə, həm parterdə fəndlərin icrasına icazə verilir. Eyni zamanda saxlama və qola və qıça edilən ağrıcı fəndlər var. Və döyüş sambosunda isə demək olar ki, həm baş, həm əl, həm ayaq zərbələri, boğucu və ağrıcı fəndlər ayaq üstə parterdə icra olunur. Amma sambo idman növündə tətbiq edilən bütün fəndlər döyüş sambosuna tətbiq edilir. Və bəzən sambonu belə götürəndə biraz belə fəlsəfi baxımdan belə deyəndə ki, sambo yəni ki, yalnız idman növü deyil də, həm də həyat fəlsəfəsidir. Həyat fəlsəfəsi mən o mənada deyə bilərdim, məsəl üçün ki, bu idman növü bilavasitə, məsəl üçün ki, kamilliyə nail olmaq, belə götürək, məsəl üçün ki, konsentrasiya, reaksiyanın cəhdliyi, müxtəlif situasiyalarda, vəziyyətlərdə iradə, cəsarət, dəqiqlik deməkdir, fəlsəfə baxımından. Eyni zamanda sambo yalnız beynəlxalq arena üçün nəzərdə tutulmur, eyni zamanda bu həyat üçün zəruri, vacib olan bütün keyfiyyətləri, o cümlədən xarakteri tərbiyə edir və möhkəmləndirir. Sambo idman növü ilə məşğul olan bir kəs bu fəndləri mükəmməl, dəqiq yerinə yetirməklə özünə güvən, özünə inam hissini artırır, həm özünü, həm də yoldaşını müdafiə etmiş olur bu baxımdan. Və sambo sözünün də mənası, yəni silahsız özünü müdafiə deməkdir. Samozaşita bez oruji. Və Azərbaycanda da bu sambo idman növünün çox böyük bir tarixi var, uzun müddətli bir tarixi var və qeyd etsək ki, məsəl üçün ilk sambo üzrə beynəlxalq bir turnirdə, 5 şəhərin maçı adlanan beynəlxalq turnirdə 1938-ci ildə Bakı şəhərində keçirilmişdir. Və 72-ci ildə ilk Avropa çempionatı, 73-cü ildə dünya çempionatı, 66-cı ildə sambo filanın tərkibinə daxil olur. O vaxtı sərbəst Yunan-Roma güləşi var idi və sambo da həmin onun tərkibinə daxil olduğu üçün 84-cü ildə isə artıq beynəlxalq sambo federasiyası yaranır, FIAS deyirlər. Federation International Amateur Sambo, beynəlxalq həvəskar sambo federasiyası. Və qeyd etsək ki, məsəl üçün, bəli, Azərbaycanda tanınmış əfsanəvi samboçu hal-hazırda federasiya uzun müddət rəhbərlik edən 7 qat dünyalıq Avropa çempionu Şöhrət ordeni Ceyhun Məmmədov rəhbərlik edir və biz adətən bilirik ki, Şöhrət ordenləri Olimpiya çempionlarına verilir. Amma Ceyhun Məmmədov dünyada hələ bir analogu olmayan bir idmançı olub. Azərbaycan idmanının bir salnaməsidir, bir tarixdir, gənclərimizi yeni etmələrimiz üçün, yəni böyük milli iftixarımızdır. Bu baxımdan sambonun ənənələri böyükdür və genişdir. Və hal-hazırda da sambo regionlarda geniş inkişaf etdirilir, təbliğ olunur, uşaqlar yeniyetmələr və gənclər arasında inkişaf etdirilir və bizim istər məşqçilər korpusumuz, istər elə bil ki, digər məşqçilərimiz bu sambo idman növünün qoruyub saxlayırlar, bunun inkişafı üçün əlindən gələni köməkləyirlər. Şübhəsiz ki, burada bizim daha çox, məsəl üçün ki, biz
böyük xərclərimizi Gənclər İdman Nazirliyi tərəfindən ödənilir. Sağ olsun bugünkü Gənclər İdman Nazirliyi sambo idmanının inkişafına böyük dəstək, böyük köməklik verir. İdmançılarımızın yarışlarda təmsil olunması, təlim məşq toplantılarının keçirilməsi, onların geyim məsələlərinin həll olunması, idmançılarımıza göstərilən, məşqlərimizə göstərilən sosial ifadenin yaxşılanması məsələləridir. Mən bir şey də qeyd etmək istərdim ki, yəni sambo özü 2021-ci ildə Olimpiya ərəfəsində keçirilən konqresdə, Yaponiyanın Tokyo şəhərində Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi olaraq tanındı, bir mənalı olaraq. İndi elə bir sambo bir növ Olimpiya ailəsinə daxil olub, lakin Olimpiya oyunlarının proqramına salınmayıb. Və necə ki, məsəl üçün, digər məsəl üçün, Olimpiya idman növləri olan idman növlərində ki, demək, burada doping nəzarət məsələləridir, bütün qitələrdə idmanın inkişafı, təbliğ olunması, canlı media məsələlərinə geniş imkan yaratmaqdır, doping kontrolu tez-tez nəzarət etməkdir, icraiyyə komitəsində olan dəyişikliklər, bütün tələblər MOK-un tələblərinə uyğun cavab verilir. Sadəcə olaraq oyunların proqramına salınır. Amma Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi olaraq tanınır. Bugünkü gündə də bizlər idmançılar hansı ki Avropa, dünya birinciliyi və çempionat nəticə qazanırlar, onlar da İdman Akademiyasının dövlət sifarişinə daxil olurlar. Bu da bizim idmançılarımız üçün bir motivasiyadır. Əla, çox gözəl, ətraflı cavab verdiniz. Bizim məndə olan məlumata görə onda siz doğru olub olmadığını deyərsiniz. Səhv eləmirəmsə bizim Olimpiya mükafatçısı Mövlud Mirəliyev, o da əvvəldən sambo ilə məşğul olub, sonra judoya keçib. Mən o qeyd etmək, bəli, demək, əvvəlki illərdə mən sizə qeyd edirəm ki, sambo judo arasında bir qədər böyük bir fərqlər yox idi. Bizim bir çox judoçularımız sambo üzrə yarışlarda iştirak ediblər, samboçularımız judo yarışlarında iştirak ediblər. Bəli, Mövlud Mirəliyev də hazır bir idmançı olaraq, İki-qat Avropa dünya çempionu, dəfələrlə Avropa dünya çempionu mükafatçısı olaraq sambo idman növündən judo idman növünə keçdi və həmin ildə də və sübut etməyə çalışdı ki, bəli, bu iki idman növü bir-birinə doğma olan bir idman növüdür və mən bu idman növündə də özümü sınaya bilərəm və nəticələri də yüksək oldu. Olimpiya oyunlarının birinci mükafatçısı oldu. Ondan da sonra bizim Ramil Qasımov, bu da Paralimpiyada üzrə hal-hazırda Olimpiya çempionumuz. O da əvvəli sambo idman növünə məşğul olub, gənclər arasında dünya, Avropa yarışlarında ən birincilər sırasında olub, Avropa çempionat birinci mükafatçısı olub. Yəni sambo bir növ hələ belki judoya bir dayaq bir idman növü kimi olub, öz hələ belki bir-birinə yaxın idman növü olub. Amma hal-hazırda demək olar ki, sambona judo idman növünün arasında fərqlər biraz böyüyüb. Yəni biz götürək Yunan-Romana sərbəst güləşi müqayisə eləyək. Yəni Yunan-Roma güləşində biz baxıb görürük ki, qurşaqdan yuxarı fəndən tətbiqinə icazə verilir və sərbəst güləşdə həm aşağı, həm yuxarı vəziyyətdə fəndə icra edə bilərsən. Və bugünkü gündə sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındığı üçün bizdə çəki dərəcələri dəyişildi. Artıq necə ki Olimpiya idman növlərinin çəki dərəcəsi 7 çəki dərəcəsi var, samboda 7 çəki dərəcəsi oldu. İndi sambo ilə judonun arasında fərqlər müəyyən qədər biraz hələ ki genişdir. Yəni artıq elə bil ki, judoçular ayaqdan işlədilən fəndləri qətiyyən istifadə edə bilməzlər. Ayaqdan fəndlər işlətdiyi zaman artıq onlara xəbərdarlıq verilə bilir. Hətta həmin tatamidən kənarlaşdırılır. Amma samboda yəni geyimi də fərqlidir. Həm aşağıdan, həm də yuxarıdan fəndlərin tətbiqinə icazə verilir bu baxımdan. Tamamilə nisbətən əvvəlki illərlə müqayisədə biraz müəyyən fərqli cəhətlər uyğunlaşıb. Yəni əsl samboçu o ayaqda bunun hissiyatı olur, amma bəzən görsən bizdə judoçularımız sambo yarışlarında iştirak edirlər. Bunlarda yəni, ayaqdan icra edilen hərəkətdə olmadığı üçün hiss etmə bunlarda biraz zəifdir. Və mən bir çox idmançıları müqayisə edə bilərəm. Məsələn, Yaşar Nəcəfov bizdə yeniyetmələr arasında dünya birinciliyinin qalibi olub. 2016-cı ildə şəxsən mən elə bir ki, bir milli komandanın baş məşqçisiydim. Həm yeniyetmələr, həm gənclər, həm kişilərdən ibarət 5 ildən yuxarı. Həmin dövrdə bizim Yaşar Nəcəfov da bizim yeniyetmələrin yarışında iştirak etdi və hal-hazırda Olimpiya oyunlarında iştirak edib. Yəni biz fərq qoymamışıq sambo, judo idman növünün və bir çox məsəl üçün ki, ölkələrdə də indi də hal-hazırda görürük məsəl üçün ki, judoçu gəlib sambo güləşir və sambo judo yarışlarını güləşirlər bu baxımdan. Bir peşəkar müəllim kimi siz yəni illərlə sambo idmanında təcrübəniz var və həm də İdman Akademiyasında baş müəllimsiniz. Dünya səviyyəli bir çempion yetişdirmək üçün, bir çempion idmançının yetişməsi üçün nə qədər yəni zaman lazımdır və təkcə bunun idman zalında məşqlərlə bu nəticəyi əldə etmək olarmı?
çox bir maraqlı və məşqlərimizi düşündürən bir sualdır. Biz bilirik ki, məsəl üçün təhsil müəssisələrində hər bir şagird 11 illik təhsil alırlar, 1-ci sinifdən 11-ci sinifəcən və idmançılarımız da ibtidai hazırlıq qrupundan yüksək idman ustalığı qrupunacan demək olar ki, 12 il bir məktəb keçirirlər. İbtidai hazırlıq qrupu 1-ci, 2-ci il olur, təlim məşq qrupu 4 illik, sonra gəlir idman təkmilləşməsi qrupu 3 illik və yüksək idman ustalığı qrupu 3 illik. Demək 12 illik bir müddəti əhatə edirlər. Biz bilirik ki, məsəl üçün ki, idman növlərində seçim fərqlidir. Bəzən məsəl üçün görürsən karate idman növündə 6-7 yaşından, gimnastikada 5 yaşından uşaqlar dəvət olunur. Bunlar fərdi birdir. Və sambo idman növündə də biz adətən təsnifata uyğun olaraq 10 yaşından uşaqları ibtidai hazırlıq qruplarına cəlb edirik və 12 il biz nəzərdə tutsaq təxminən bu idmançı yüksək idman ustalığı qrupuna gəldikdə bir 22 yaşında olur. Bəzən hətta görürsən ki, bu uzun müddətli bir proses ərzində 25, 26, 28, 30 yaşından idmançılar böyük idman karyerasını davam etdirirlər. Şübhəsiz ki, burada ibtidai hazırlıq qrupunda keçirilən məşqlərlə təlim məşq qrupunda keçirilən məşqlərin fərqi fərqlidir. İdman təkmilləşdirmə qrupunda tam fərqli. Yüksək idman ustalığı qrupunda isə artıq burada bir məşqçi 3-4 idmançını işləməli olur. Çünki yuxarı yaş qrupu artdıqca bunların texniki, taktiki ustalığı səviyyəsi yuxarı artdıqca burada modellering məşqlərindən söhbət gedir. İdmançının daha çox taktiki hazırlığı məsələlərdən söhbət gedir. Şübhəsiz ki, bu dövr ərzində idmançılar həddən artıq məşq prosesində intensiv yük alırlar. Və hər bir məşqçi ilə bağlı biz də məsəl üçün ki, sambo güləş üzrə məşğul olan məşqlərimiz, yığma komandanın baş məşqçisi olaraq məşqlərimiz gərgin şəraitdə keçirilir. Bəzən həddən artıq yüklənmə prosesi baş verir. Həm idmançıların fiziki, həm texniki, həm taktiki, həm psixoloji hazırlıq məsələləri ön planda durur, fərdi planlar ortalığa qoyulur. Şübhəsiz ki, idman karyerasının yüksək peşəkar idmançı olması üçün yalnız məşq prosesində verilən yüklər kifayət etmir. Və idmançı da məşq prosesindən kifayətlənmək şərti ilə hər bir idmançının yüksək bir dərəcəli idmançının Avropa dünya çempionu olsun və yaxud da ki, daha yüksək nailiyyətləri qazanan olimpiya çempionlarımız olsun digər idman növlərində. Bunlar peşəkar bir idman karyerasını davam etdirmək üçün şübhəsiz ki, öz idman növündən başqa öz vaxtını asudə səmərəli sərf etməyi bacarmalıdır. Bəzən idmançının hobbisi olur. Məsələn, görürsən, olimpiya çempion, dünya, Avropa çempionudur. Bunun da öz hobbisi var. Yəni biz məşq prosesində stres, gərginliyi yaşayırıq. Bəzən bu idmançılar kənarda kim rəsm çəkməyi, kim çoxlu kitab oxumağı, yəni intellektual səviyyəsi bunun geniş əhatə olunur. Doping kontrol məsələlərini riayət etmək, çəki salma prosesləri, vitaminizasiya məsələləri, qidalanma prosesləri şübhəsiz ki, bu məşqdən kənar olan bir məsələlərdir. Və bu baxımdan idmançı eyni zamanda yalnız məşq ərzində verilən yüklərlə qənaətlənməməlidir. Eyni zamanda bu bir yaradıcı olmalıdır idmançı özü. İdmançının nə qədər yaradıcı imkanları genişdirsə, onun intellektual səviyyəsi genişdirsə, artıq bu idmançı yuxarı yaş dərəcəsinə gəlib çatdıqda bu artıq elə bir diplomatdır. Bu diplomat rolunu oynayır. Buna həm məsəl üçün ki, onun davranışı, həm kognitiv davranışı, həm ətrafa münasibəti, həm məsəl üçün ölkəmizin bayrağının, himnimizin səslənməsinə bağlı onda keçirilən o hisslər tamamilə fərqli bir hisslər olur. Bəzi biz bunu məşq prosesində bir 70, 80, 90% veririksə, amma qalan bir 10, 15%, 20%-ni idmançı kənarda məşqçidən bir kənar proqramdan kənara çıxmaqla da işləyə bilər. Yəni əgər biz monoton məşqlərdən danışırız, monoton məşqlər əlbəttə böyük stres, gərginliyə səbəb olur və bu baxımdan da idmançı gərək öz yaradıcı imkanlarını həsr edib o çərçivədən kənara çıxmağı bacarmalıdır. Çox ətraflı, gözəl siz bu suala cavab verdiniz və belə deyək, bizim valideynlərin, bəzən idmana təzə gələn tələbələrin görmədiyi, məhz elə bizim verilişin adı kimi pərdə arxası məqamlara toxundunuz. Çünki burada həm biz başa düşürük ki, fiziki məşqlər və o texnikanı, taktikanı öyrənməklə bitmir. Bunun psixoloji hazırlığı var. Qeyd etdiniz ki, doping kontrol özü riayət etməlidir. Çünki məşqçi vitaminə nəzarət edirsə, qıraqda onun başqa nəsə bir, belə deyək, o antidoping testinə düşə biləcək şeylərdən uzaq olmalıdır və asudə vaxtlarını kitab oxumağı qeyd elədiniz, özünün rəsm çəkməyi qeyd elədiniz. Bu hansı ki, onun intellektual səviyyəsini də artıran şeylərdir. Yəni, hobbisi də bu müsbət yöndə olmalıdır ki,
Yəni bir idmançının böyük idmançının yetişməsi üçün savadlı intellektual səviyyəsi mütləq olmalıdır. Biz sizin cavabınızdan bu nəticəyə gəlirik və bir daha mən xüsusi vurğulamaq istəyirəm ki, sizin o pərdəarxası məqamları qeyd etməyiniz də bizim həm peşəkar idmançılarımız üçün, həm həvəskar idmançılarımız üçün hamısı üçün faydalı olan bir məlumat idi. Mən növbəti sualımıza keçmək istəyirəm ki, çünki siz zamanı orada xüsusi qeyd elədiniz. 12 il, 13 il, 15 il zaman gedir. Yəni bu zaman hər bir idmançının səbrinin çatacağı bir şey deyil. Yəni peşəkar idmançı, yəni o tək-tük bizim olimpiya çempionlarımızın, yəni tək az sayda olan olimpiya çempionlarımızın, dünya çempionlarımızın o səviyyəyə gəlib çatmağının ən birinci səbəbi də səbirdir. Bəli. O zamana riayət etmələridir, gözləməlidir. Təşəkkür edirəm cavabınıza görə. Mən biraz da sizin xüsusi vurğulamaq istəyirəm, mən əvvəldə qeyd eləmişdim. Yəni idmanda çəkdiyiniz o əziyyətlər, həyatınızı mən deyərdim idmana sərf eləmisiniz və onun da qarşılığı olaraq cənab prezident tərəfindən tərəqqi medalı ilə tərtib olunmusunuz. Və tərəqqi medalı yəni hər bir idmançının, idman sahəsində olan və yaxud istər hər bir azərbaycanlının qürurla belə deyək, ifadə edə biləcəyi bir medaldır, bir təltif olunmadır. Bunun üçün də siz böyük yoldan keçmisiniz. Yəni o yol barədə, yəni onun o tərəqqi medalına qədər olan pərdəarxası hissəsi barədə mən sizdən bizim izləyəcəyimiz üçün məlumat almaq istəyirəm. Hər bir insanın keçdiyi həyat yolu çətin olur, şərəfli olur. Lakin bu yolda gərək sən böyük bir dözüm, iradə, səy göstərəsən gərək ki, qarşıya qoyulan məqsədə, hədəfə nail olmaq üçün gərək çalışmalısan ki, bütün hədəfləri keçəsən. Yəni çalışasan ki, öz məqsədə nail olasan. Düzdür, bu yolun çətinlikləri, ağırlığı mütləq olur. Bunu hər bir idmançı və yaxud da məşqçi gözünün qabağına gətirir. Və mən elə bir 95-ci ildə məşqçi fəaliyyətinə başladım və 2003-cü ildən artıq elə bir yeni federasiya seçkiləri olan zaman federasiyanın baş katibi və eyni zamanda milli komandanın məşqçi olaraq orada fəaliyyət göstərməyə başladım. 2003-cü ildən təxminən 2012-ci ilə kimi milli komandanın məşqçisi, böyük məşqçisi, 2012-ci ildən 2018-ci iləcən isə yeniyetmələr və gənclər, böyüklərdən ibarət milli komandanın baş məşqçisi kimi başladım fəaliyyətimi göstərməyə. Sonraki müddətdə isə yeniyetmələrdən, gənclərdən ibarət milli komandanın baş məşqçisi, hal-hazırda isə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyət göstərirəm. Məqsəd də nə idi? Federasiya rəhbərliyi artıq bizim bir dövrümüz olurdu ki, peşəkar yüksək dərəcəli idmançılar artıq bunlar idmandan uzaqlaşdığı zaman bir boşluq yaranırdı. Bunun üçün də bizə lazım idi ki, yeniyetmələrimizin əsaslı hazırlığını təmin edək ki, bunlar bir neçə ildən sonra gənclərdən, böyüklərdən ibarət yığma komandada yer alsınlar. İndi siz özünüz bir mütəxəssis bilirsiniz ki, əgər biz kadet olmasa yeniyetmə ola bilməz, yeniyetmə olmasa gənc ola bilməz, gənc olmasa böyüklər ola bilməz. Bu baxımdan yəni müxtəlif illərdə təxminən həm akademiyada bir kadr hazırlığını həyata keçirən bir mütəxəssis olaraq, eyni zamanda yüksək dərəcəli idmançıları hazırlayan bir məşqçi mütəxəssis olaraq mən bu yolu gözümün qabağına gətirdim və mən bunu mənə baş məşqçi təklif edəndə mən bu yükün ağırlığını hiss edirdim ki, bunun öhdəsindən bacararam. Çünki idman yalnız hərəkətlərin icrası deyil, idman elmdir. İdman təhlildir, analiz etmədir. Həm rəqibin, həm digər ölkələrin, həm öz idmançılarımızın bütün hər tərəfli integral hazırlığını yerinə. Bu baxımdan yəni bir çoxları deyirlər ki, bəli, ya mənim baş məşqçiyə gəldiyi halda artıq nəticələr daha da yüksələcək, yaxşı olacaq, inkişaf çox olacaq və həmin illərdə mən Avropa dünya çempionları sambo idman növü üzrə Avropa oyunlarının 4 gümüş mükafatçısının tələbələrin ümumdünya idman oyunları keçirildi Kazan şəhərində. Bu da böyük bir yarış idi. Rusiyada keçirildiyi üçün məhz samboda həmin ora proqrama daxil olub. Biz 3 dənə bürünc medal verdik həmin yarışda. Və bütün bu nailiyyətlərim, həm Azərbaycan idmanının inkişafına xidmətlərim, həm elmi əsərlərim, təxminən bir 30-a yaxın elmi əsərim, kitab, dərslik, monoqrafiya müəllifiyəm. Eyni zamanda Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının doktorantıyam. Yəni biz o müəyyən seminarlarda bunu demişdik. Yəni bunlar hamısı mənə əsas verirdi ki, idmanda ilk növbədə çalışmaq, əziyyət çəkmək,
qarşıya qoyulan bir missiyanı yerinə yetirmək üçün bütün hədəfləri keçmək lazımdır. Yəni özünü mobilizasiya eləməlisən. Bəzən elə hallar olurdu ki, məsəl üçün ki, bir 15 idmançını təmsil olurdu. 15 idmançının bütün gərginliyi, ağırlığı, yükü hamısı məşqçinin üzərində olurdu. Əgər bir idmançı 5 dənə görüş keçirib stres keçirdisə, idmançı məşqçi olan bir kəs 15-i vuraq, məsələn 4-ə 60 dənə görüşü təhlil edir, o həyəcanlar, hisslərini yaşayır. Bunu yəni böyük bir bu insan daxilində olan böyük bir hələ bir vahimədir. Bunu sən özünü tənzimləməyi bacarmalısan. Və bu baxımdan mənim həm nailiyyətlərimə görə, həm Azərbaycan idmanının inkişafına xidmətlərimə görə, eyni zamanda yüksək dərəcəli idmançılığına hazırlığıma görə Ali Baş Komandamız ölkə prezidenti tərəfindən ilk olaraq tələbələrin ümumi idman oyunlarında nailiyyətlə mükafatlandırıldım. Sonra 2015-ci ilin Avropa oyunları bildiyiniz kimi ölkəmizdə keçirilmişdi. Biz cənab prezidentlə görüşəndə Ali Baş Komandamızla yaxınlaşdıq, çox hələ əlin qoydu bizə çiynimizə. Dedi ki, sambo idman növünü Avropa oyunlarının proqramına şəxsən mən özüm öz təşəbbüsümlə salmışam və rəsmi olaraq salmışam, proqramda yer alacaq. Və bu baxımdan bizə böyük bir iftixar idi, amma böyük bir məsuliyyət idi. Yəni mən kənarda məsəl üçün hər hansı bir yarışda idmançılarımızı hazırlayan zaman o məsuliyyəti mən əgər bir 70% çəkirim, burada 100%lik bir məsuliyyət var idi. Yəni auditoriya qarşısında biz mütləq ən yüksək nəticələr qazanmalıyıq və bu yarışda da biz Avropa oyunlarında 4 gümüş medal qazandıq. Bir qadınlar və 3 kişilər arasında, amma daha qızıl medal qazansı daha yaxşı olar. Buna baxmayaraq bizim qazandığımız medallara görə necə ki Olimpiya oyunlarının proqramında yer alan idmançılar və onların məşqçilər mükafatlandırılmışdırsa və bizim idmançılarımız da o pul mükafatını digər məsəl üçün ki orden və medallar tərtib olundular. Və həmin ilin 2015-ci ilin yekunlarına əsasən mən həm Azərbaycan idmanının inkişafına xidmətlərimə, eyni zamanda Avropa oyunlarında idmançılarımın uğurlu işlərini təmin etdiyi üçün Ali Baş Komandamız tərəfindən, cənab prezident tərəfindən fəxri diplomla mükafatlandırdım. Yəni ölkə prezident fəxri diplomla tərtib olundu. Sonra isə bu 2025-ci ilin yekunlarında yəni bu nailiyyətlər çoxdur. Yəni həm Azərbaycan idmanında inkişafına xidmətlərim, ən azından yüksək dərəcəli idmançıların hazırlığında xidmətlərim, həm elmi nailiyyətlərim, həm Azərbaycan idmanının inkişafına verdiyim tövhələr, bunlar onsuz da federasiya rəhbərliyindən kənara qalmır. Federasiya rəhbəri də ki, hal-hazırda ki, məsəl üçün bu insan idmanı bilən, sevən, bacaran bir idmançıdır. O da həm çalışır ki, həm idmançılarımızın, həm məşqçilərimizin stimul olması, onların sosial ifadənin yaxşılmasından bağlı müəyyən bir işlər görsünlər. Və bu baxımdan da təklif etdi ki, yəni sənin bu xidmətlərin tərəqqi medal almasına layiqdir. Və təqdimat verildi Gənclər və İdman Nazirliyinin. Gənclər və İdman Nazirliyi də bu məsələni yüksək vəziyyətdə qarşıladı və ölkə prezidenti tərəfindən 2025-ci tərəqqi medalına tərtib olundum. Böyük bir iftixar, böyük bir hiss idi. Yəni hər bir sahədə olan insanlar, yəni vətənimiz üçün, dövlətimiz üçün, xalqımız üçün, ölkəmiz naminə xidmətləri olan insanlar, yəni ki, Ali Baş Komandamız tərəfindən bu və ya digər sahələrdə yüksək mükafatlandırırlar. Mən də o dövrdə mənzillə mükafatlandırılmışam. Prezidentin fəxri diplomunun tərəqqi medalından da inşallah gələcəkdə də çalışırıq məsəl üçün bu idman növünü daha da təbliğ edək, sağlam gənc nəsil yetişdirək. Bu nəsil hansı ki işlədiyi hər bir sahədə bir sağlam fikir bunlarda formalaşsın. Sağlam gənclik vətənimiz üçün, xalqımız üçün, dövlətimiz üçün daha layiqli bir əməli bir işlərin görülməsinə səbəb olar. Mən də bu yolda bütün qüvvəmi, bacarımı, biliyimi sərf edirəm. Ətraflı cavabınıza görə təşəkkür edirəm. Mən cavabınızdan belə bir nəticə gəldim ki, bu 30 illik əziyyətin bəhrəsi 95-ci ildən 2025-ci ilə qədər bu yüksək mükafatı aldınız və hər bir sahədə olduğu kimi gec-tez o çəkilən əziyyətin bəhrəsi görünür. Bunu idmançı öz karyerasında da hiss eləyir, məşqçi də, digər mütəxəssislər də əsas davam etməkdir. Və sizin 2025-ci ildən bizim tanışlığımız başlayır, sentyabr ayından. Bu qədər yəni belə deyək, elmə töhfə vermisiniz, idmana töhfə vermisiniz, amma yenə də oxumağa, öyrənməyə davam edirsiniz. Mən bunu şahidim. Biz bir yerdə Yaqub müəllimlə idman psixologiyası kurslarında iştirak edirdik. Və oradan mən biləndə ki, sizin belə nailiyyətləriniz, belə bir töhfələriniz var. Yəni sizin fikirlərinizi, o təcrübənizi bölüşməyinizi istədim izləyicilərimiz üçün. Bir daha mən əvvəldə təşəkkür etmişdim. Yenə təşəkkür edirəm ki, bunu qəbul edib gəldiniz. Və bu mənim üçün də bir qürurlu, fəxr edici andır ki, sizin kimi bir qonağımız var. Və siz İdman Akademiyasında
baş müəllimsiz. Həm idmançıları belə deyək, orada öyrədirsiniz, idmançı tələbələriniz var. Həm də onların gələcək məşqçi müəllim olacaq tələbələrin inkişafını görürsünüz. Onların asudə vaxtlarını necə keçirmələri, ümumiyyətlə elmə, təhsilə olan maraqları, yəni bu barədə mən sizin fikrinizi bilmək istəyirəm. Bu dəqiqə bizim tələbələrimizin o marağı, o inkişaf etmə yönündə istiqaməti sizi qane edirmi? Demək olar ki, mən elə bir 95-ci ildən İdman Akademiyasında müəllim, baş müəllim, dosent əvəzi kimi fəaliyyət göstərməyə başlayıram. Hal-hazırda yenə bu proses davam edir. Şübhəsiz ki, əvvəlki illərlə müqayisədə indiki tələbələr tamamilə fərqlidir. İndiki tələbələrin dünyaya baxışı, informasiya texnologiyalarının geniş istifadə resursları, akademiyaya daxil olan tələbələr hal-hazırda müəyyən bütün məşqçilik idman növləri üzrə müəyyən tələblərə, kriteriyalara uyğun olaraq cavab verib akademiyaya daxil olurlar. Akademiyaya daxil olduqdan sonra demək olar ki, bütün məşqçilik idman növlərində proqrama müvafiq olaraq bunlar ixtisaslı kadr hazırlığını həyata keçirmək üçün 4 illik ərzində proqram əsasında həm nəzəri, həm təcrübi biliklərə yiyələnirlər. Və hal-hazırda bizim akademiyanın özündə də əvvəlki illərdən fərqli olaraq artıq 2015-ci ildən geniş ixtisaslar var. Yəni burada tək məşqçilik ixtisası deyil, eyni zamanda fiziki tərbiyə və o cümlədən hərbi hazırlıq fakültəsidir, idman, fiziki hazırlıq məşqçidir, adaptiv, kütləvi sağlamlaşdırıcı idmandır, idman menecmentidir, idman jurnalistikasıdır, reabilitasiya məsələlərinə bağlı geniş bir elə bil ki, ixtisaslı kadr hazırlığına həyata keçir akademiya rəhbəri tərəfindən və akademiyada çox öz işini bilən, sevən, bacaran, həm nəzəri, həm təcrübi biliyə malik olan professor müəllim heyəti fəaliyyət göstərir. Bunlar da şübhəsiz ki, öz fənləri üzrə proqram materialları əsasında tələbələri hazırlaşdırır və tələbələr də həm seminar dərslərində, həm mühazirə dərslərində cavab verirlər və müstəqil iş deyilən bir forma olur. Tələbələrin dərsə davamiyyəti bir 50 ballıq sistem üzərində qurulur. Tələbələrin dərsə davamiyyətinə qiymət qoyulur, tələbələrin seminar məşğələlərinə qiymət qoyulur. Eyni zamanda müstəqil işlə bağlı onların elə bir ayrı-ayrıda müxtəlif mövzular verilir və uşaqlar informasiya texnologiyalarından istifadə etməklə həmin müəllimlərin verdiyi müstəqil bir işi ortalığa qoyurlar. Bu da uşaqların elə bil ki, yaradıcı imkanlarını daha da genişləmə imkan verir. Biz də qeyd etsək görərik ki, hər bir idman növündə müəyyən say tərkibi var. Bu say tərkibindən kənara çıxmamaq şərti ilə məşqçilik idman növünə ixtisaslı tələbələr daxil olurlar. Şübhəsiz ki, o ixtisaslı tələbələrə dərs deyən müəllimlər də əməkdar məşqçilərdirlər, uzun müddət həm nəzəri, həm təcrübə biliyə malik olan müəllimlərdirlər. İstər güləş sahəsində, istər döyüş idman növləri sahəsində, istər şahmat və digər idman növləri üzrə. Bəli, biz bacardıq qədər öz ətrafımızda olan tələbələri çalışırıq, onların fərdi imkanları nəzərə alaraq onlara istiqamət verə bilək. Çünki biz eyni məsəl üçün ki, səpkidə hər bir tələbəni danışa bilmirik. Tələbə bir fərddir, ayrı-ayrıdır, hərəsinin bir öz kitabdır, özünün bir hər bir insan, bir tələbə bir kitabdır. O kitabı vərəqlədikcə bir tələbənin içindəki bir biz dolğunluğu, bir işığı, bir nuru görə bilirik. Bu baxımdan ola bilər hansısa bir tələbə müəyyən bir çətinlik çəkdiyi zaman biz onun biraz da mövzunu biraz da sadələşdirib ona tapşırır və həmin bu tələbə çalışır ki, o mövzudan yaxşı yararlansın və bizim suallarımızı ətraflı cavab versin. Və bu baxımdan 1-ci kursdan 4-cü kursacan keçirilən dərslər zamanı tələbələr bu formada dərs prosesinə riayət edirlər və 4-cü kursda bunlar praktika təcrübə keçirirlər. Və indiki də mən müqayisə etsəm görərəm ki, bəli, indiki bizim tələbələrimizin demək olar ki, yüksək faizi daha çox elmə maraq həvəs göstərən tələbələrdir. Bəzən görürsən ki, hətta tələbələr ödənişli əsaslarla akademiyaya daxil olublar, amma bu tələbələr bir stimul var ki, bir özünə qarşı bir tələbkarlıq var ki, mən niyə təqaüd almamalıyam? Mən də çalışım ki, yaxşı oxuyum, yaxşı qiymətlərlə çalışım və semestrin, sessiyanın sonunda göstəricilərim yaxşı olsun, ən azından bir müəyyən məbləğdə təqaüd alam. Bu da uşaqları stimula gətirib çıxartır və uşaq da çalışır ki, hər bir keçirilən fənnin proqramını yaxşı mənimsəsin və o təqaüdü əldən buraxmasın. Bu baxımdan məsəl üçün tələbələrin aktiv fəaliyyəti, yəni ki, hiss olunur. Eyni zamanda onlar müxtəlif tədbirlərdə iştirak edirlər. Həm akademiyanın daxilində keçirilən tədbirlər, akademiyadan kənarda tədbirlər, elə idmançılar var, məsəl üçün dövlət sifarişinə daxil olurlar. Lakin bunlar da məsəl üçün eyni zamanda təhsilə daha maraq göstərirlər. Və bəzən biz görürük, məsəl üçün yüksək praktik bacarıq vərdişli olan tələbələr hərdən deyirlər ki, bunlar məsəl üçün ki, dərsdən yayınırlar, amma onlar da ki,
müxtəlif nazirliyin məktubu əsasında dərslərdən azad olunurlar. Qalan vaxtı isə yenə öz dərslərində iştirak edib o tələb və normativləri yerinə yetirirlər bu baxımdan. Gözəl. Yəni gəncliyimizin belə deyək, savadlı olmağı, savada meyilli olmağı bizi sevindirir. Çünki bizim gələcəyimiz onlardır və idman karyerası bitəndən sonra o savad ona mütləq lazım olacaq. Çünki həm o məşqçi kimi, həm hər hansı bir mütəxəssis kimi o savadına söykənib, təcrübəsinə söykənib yoluna davam edəcək. Siz həm müəllim kimi, həm yeniyetmələrin baş məşqçisiniz. Çünki siz qeyd etdiyim kimi yeniyetmələr və tələbələr, sonra gənclər və belə deyək də artıq o müəyyən böyüklər dediyimiz 18 yaşdan yuxarı tələbələri də onlarla işləyirsiniz və bugünkü gənclərimizin bir təəssüflə mən qeyd etmək istəyirəm ki, ətrafında o pis vərdişlər demək olar ki, hamının ətrafında dolaşır, əl çatandır. Yəni biz bir neçə illə müqayisə eləsək və qeyd etdiyiniz o artıq telefonun, yəni müasir bu texnologiyanın inkişafı pis vərdişləri də öz bərabərində gətirir. Onlardan uzaq olmaq üçün, yəni ən sığına biləcəkləri valideynlərin ən gözəl yer idmandır. Çünki sağlam bədəndə sağlam ruh olar ifadəsini də elə belə səsləndirməyiblər. Sizin bir mütəxəssis kimi bizim izləyicilərimizə, valideynlərə, gənclərimizə, yəni idmana gəlməkdə tərəddüd edən və yaxud çəkinən şəxslərə bir məsləhətinizi verməyinizi istəyirəm. Yəni burada fərqi yoxdur. Bu sambo idman növü də ola bilər və yaxud gimnastika da ola bilər, tək mübarizəlik də ola bilər. Hər hansı bir idmana gəlməsi üçün, yəni bu vərdişləri nəzərə alaraq tövsiyənizi verməyinizi istəyirəm. Qeyd etmək istəyirəm ki, fərqi yoxdur. İdman vahid bir ailədir. Hər hansı bir idman növünə asılı olmayan axırda bir kütlənin bir birliyidir. Biz məsəl üçün ki, müxtəlif idman növləri bizim xaricdə və yaxud da Azərbaycanda təmsil olunan idman növlərimiz var. Biz hansı bir ölkəyə gedəndə ilk növbədə biz idmanın fərqinə varmırıq. Fikirləşirik ki, biz ölkəmizi təmsil edirik, bayrağımızı qaldırırıq, himnimizi səsləndiririk. Demək, ilk növbədə biz bir diplomat olaraq bütün idman növlərində biz çalışırıq ki, həm özümüzün texnikamızı nümayiş etdirək, həm psixologiyamızı nümayiş etdirək, həm də ki, o bizim mədəniyyətimizi, ölkəmizin hələ belki hansı bir qüdrətə malik olduğunu nümayiş etdirək. Şübhəsiz burada gənc nəslin üzərində böyük məsuliyyət düşür. Burada mən çox vaxt nəyə qeyd etmək istərdim ki, yəni biz hərdən bir valideyn idmançı cütlüyünü nəzərə alırıq. Bu amma biraz yanlışdır. Valideyn idmançı və məşqçi. Yəni ki, valideyn elə bil ki, idmançı və məşqçi bu cütlük təşkil etməlidir. Bugünkü gündə yəni ki, məşqçi olan bir kəs mütəmadi olaraq valideyni əlaqə saxlamalıdır. Valideyn məşqçini əlaqə saxlamalıdır. Ən azından idmançının hər hansı bir yaş dövründə uşaqların elə bil ki, idman növlərinə cəlb olunması bir növ onlarda bir müsbət şən əhval-ruhiyyə yaradır. İkinci bir zamanda elə uşaqlarda bir disiplina deyilən bir şey, özünə bir mənəvi keyfiyyətlərin artırılması, fiziki inkişafın nail olmaq, pis ünsürlərdən, pis adət-ənənələrdən əl çəkmək, nizam-intizam məsələləri, dostluq, yoldaşlıq, sağlam bir kollektiv kimi formalaşma məsələlərini öndə qoyur. Fərqi yoxdur. Hansı idman növünə gedirsən, ged, onlarda fəaliyyət göstərən məşqçilərimizin əsası bizim cəmiyyətimiz üçün, insanlar üçün, vətənimiz üçün sağlam gəncliyin yaşanmasıdır. Əgər ki, bəli, bu günlər biz bacardığı qədər çalışırıq da istəyirik ki, məsəl üçün rəqəmsal demək biz internet texnologiyasından söhbət gedirik. Bu rəqəmsal internet texnologiyasının müsbət və mənfi tərəfləri də var. Və bəzən uşaqlar görürsən ki, həddən artıq nəzəri cəhətdən yüklənirlər və uşaqlar bir növ sağlamlığını unudurlar. Və bu baxımdan onların hər hansı bir idman növünə məşğul olması, yəni fiziki ilə nəzərinin bilavasitə vəhdət təşkil etməsi mütləq vacib məsələdən biridir. Bəzən görürsən ki, uşaqdır, kiçik yaşları var, onurğa sütunu eğilmiş formadadır. Bu o qədər yüklənir ki, o qədər düzgün qamətin formalaşmasına fikir vermir ki, müəyyən bir yaş dövründə artıq bu qaməti düzəltmək mümkün deyil. Və idmana cəlb olunmuş, istər gimnastik olsun, istər digər döyüş idman növləri, güləş növləri olsun, fərqi yoxdur. Hər bir idman növündə kiçik yaş dövründən başlamış, böyük yaş dövrünə qədər məşqçi uşaqlara bu məsələlərin hansı səviyyədə olmağını başa salır. İlk növbədə onlara pis adət-ənənələrdən uzaqlaşmaq, pis ünsürlərdən əl çəkmək, sağlam həyat tərzi keçirmək və yaxud da ki, asudə vaxtın səmərəli istifadə olunması, nizam-intizam məsələləri, davranış normalarıdır. Bu məsələlərə əməl etmək mütləq vacibdir. Şübhəsiz ki, uşaq olan bir kəs böyüyüb hərbi qulluq keçməlidir, düzdür.
Eyni zamanda idman məşqi bizim həm də idman uşaqlarımızın hərbi və təmpəvər ruhunda tərbiyə olunması üçün bir vasitədir. İdman yalnız məsəl üçün gücün, texnikanın, fizikanın nümayiş etdirilməsi deyil. Eyni zamanda mental bir düşüncənin formalaşmasıdır. Hələ bir insanın bir davranışının formalaşması, insanın bir hələ bir iradi keyfiyyətlərinin forması. Sən axır bu gün olan bir uşaq bir neçə ildən sonra ali məktəb, bir neçə ildən sonra hərbi xidməti və gələcəyin bir valideyni, atası olasan. Axı sənin ən azından gərək həm fiziki kamilin olmalı, eyni zamanda nəzəri bilgin olmalı. Bu ikisi bir yerdə vəhdət təşkil etdiyi zaman hər bir şey öz qaydasında gedə bilər. Onun üçün də ən gözəl vasitə ilə idmandır. Bəli. Ona görə də biz bizim izləyicilərimizi kimlər ki tərəddüd edirlər idmana gəlməkdə çəkinməməyə, Bəli. yəni hər bir idmanın əvvəlcə onun düzgün texnikası öyrədilir, onun qorunması, müdafiəsi öyrədilir, sonra döyüşü, yarışı bu məsələlər olur. Yəni idmana gəlmək çox valideynlər çəkinirlər ki, məsəl üçün hansı bir təkmil mübarizəli idmanla uşağı yazsaq zədə ala bilər. Amma bu idmana gedən kimi o demək deyil ki, uşaq döyüşəcək və yaxud hansı bir yarışa çıxacaq. O müəyyən bir müddət sirlərinə həmən idmanın yiyələndikdən sonra o addımlar olacaq və ən azından uşaqda dediyiniz kimi nizam-intizam, disiplina və fiziki belə deyək, özünün inkişafını o hiss etdikcə özünə inamı da artır. Özünə güvən də formalaşır. Sağlam bir gənclik də yetişdirmiş olur. Mən sizlə bizim verilişin yekun hissəsində olan sürətli sual-cavaba keçmək istəyirəm. Burada bəzi suallar belə deyək, geniş cavab istəyə bilər, amma bizim qısa konkret şərtlərimiz qısa və konkret cavabları tələb edir və maraqlı cavablar olacaq, mən buna inanıram. Birinci sualımız, bu da həm də elə psixologiya kursunda biraz mübahisə yaradan məsələ idi. Ona da mən qısa cavab istəyəcəm. Məşqlərdə sərt rejim yoxsa müasir humanist yanaşma? Disiplina mən ilk növbədə yüksək qiymətləndirərdim. Sərt rejim. Disiplina, lakin fərdi psixoloji nəzərə alınmaqla koqnitiv davranış normalarına əməl etmək. Tamam. İkinci sualım sambo ilə bağlıdır. Sambomuzun dünəni yoxsa bugünü? Əlbəttə, sambonun dünəni daha yüksək nəticələr, yəni tanınmış əfsanəvi samboçu biz yetişdirməmiz olmuşdur. Bunu bir tarix əsrdə bir dəfə yetişdirir. Lakin belə bir xarakteri insan tapmaq hələ illərlə vaxt lazımdır. Dünəni. Dünəni. Tamam. Xalçada ən böyük rəqib qarşıdakı rəqibdir yoxsa idmançının özünün daxili o qorxusudur? İdmançının özünün bir daxili qorxusudur. Qorxusu mu deyək və yaxud da özünün necə motivasiya olmasından bağlıdır. Yəni idmançının özü. Rəqib yox, insanın özü. Bəli, idmançının özüdür. Məşqçinin qışqırığı motivasiyadır yoxsa təzyiqdir? Baxır harda. Bəzən görürsən ki, döyüş idman növlərində baxırsan fərqlidir. Digər idman növlərini biraz fərqlidir. Döyüş idman növlərini bəzən məşqçi daha onun ruhlandırması üçün onu bəli ayılda bilər, sürətləndirə bilər. Bəzən idman növlərində ki olmaz, çünki bu təmkin mütləq vacibdir. Tamam. Məğlubiyyətdən sonra ilk reaksiya qəzəb yoxsa analiz? Əlbəttə təhlil. Təhlil mütləq. Təhlil mütləq. Təhlil olmadan biz yeni bir idmanda heç bir irəliləyiş qazana bilmərik. Bayaq siz ətraflı cavab verdiniz, amma yenə bir qısa bir kəlmə ilə ifadə etməyinizi istəyirəm. Sambonu bir neçə kəlmə ilə ifadə etsəz. Demək, sambo, demək, samozaşita bez oruja, silahsız özünü müdafiə sistemidir. Sambo idman növünü dərindən bilən, sambo idman növünü mükəmməl yeyilən bir insan həm özünə inamı, həm özünə güvəni artırmaqla həm özünü, həm də yoldaşını müdafiə etmiş olur. Təşəkkür edirəm. Yəni bugün mən sizdən həm bu qısa cavablarda, həm veriliş ərzində bütün suallara verdiyiniz cavablardan bizi izləyən istər əvvəldə qeyd etmişdim, məşqçilər üçün olsun, istər valideynlər üçün olsun, istər idmançılar üçün olsun, faydalı anlar, momentlər çox idi. Yəni buna görə mən təşəkkür etmək istəyirəm və sizdən bizim izləyicilərimizə yekun söz olaraq öz tövsiyənizi, hər hansı bir məsləhətinizi, yəni sözünüzü demək istədiyiniz sözü buyurun. Mən istərdim ki, geniş bir auditoriyadan istifadə etməklə bütün valideynlərə arzum və istəyim odur ki, uşaqlarını fərqi yoxdur. Hər hansı bir idman növünə qoyuşsunlar. Uşaqların sağlam həyat tərzinin formalaşması, onlarda elə fiziki inkişafın nail-olması, fiziki kamilə yeylənməsi üçün idman mütləq birinci dərəcəli əsas bir vasitədir. Təşəkkür edirəm. Bizim verilişimiz Müstəqillik günü ərəfəsində çəkilir və müstəqil Azərbaycanın da qorunub saxlanması üçün bizə güclü
idman, sağlam ruhunda böyüyən gənclər lazımdır. Biz də hər birimiz məşqçi olaraq bu işdə əlimizdən gələni eləyirik. Qalır valideynlərin övladlarını idmana çəkinmədən, tərəddüd etmədən yazdırmaqları. Bu verilişə dəvət etdiyiniz üçün öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Mən isə təşəkkür edirəm ki, öz vaxtınızı, dəyərli vaxtınızı ayırdınız, qonaq oldunuz. Çünki siz təkcə idmanda yox, həm də mən bilirəm ki, elmi pedaqoji fəaliyyətlə də məşğul olursunuz və kursda da yenə öyrənməyə davam edirsiniz. Ona görə bir daha mən təşəkkür edirəm və bayaq qeyd etdiyim kimi mənim üçün böyük qürur oldu ki, sizlə bu verilişimizi Çox sağ olun, minnətdaram, var olun. Təşəkkür edirəm Yaqub müəllim. Sağ olun. Əziz izləyicilər, bugünkü podkastımızın hər birinizə faydalı olacağına əvvəlcədən mən əmin idim və verilişin gedişində də buna bir daha şahid olduq ki, Yaqub müəllim dəyərli təcrübəsini bizimlə həm məşqçi kimi, həm idmançı kimi, həm elmi pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi paylaşdı. Növbəti verilişlərimizdə də idman cəmiyyəmiz üçün faydalı olan qonaqlarla, faydalı olan mövzularla qarşınıza çıxacağıq. Təşəkkür edirik. Çox sağ olun.